Salam əziz izləyicilər, bildiyiniz kimi biz fevral ayı ərəfəsində Bitcoin həftəlik qrafikini analiz edərək 57-55, hətta 49 min dollar bölgələrini real hədəflər ola biləcəyini proqnozlaşdırmışdıq. Hazırki vəziyyətdə isə bazarda müəyyən dəyişikliklər var. Bitcoin yuxarı istiqamət hərəkət göstərsə də, mənim üçün əsas izlənməli səviyyə 82.754 dollar bölgəsidir. Bildiyiniz kimi struktur qırılmadan trend tam dəyişdiyini demək düzgün deyil. Mənim ssenarimə görə qiymət 82.754 bölgəsində likvidasiyanı süpürdükdən sonra yenidən aşağı istiqamətə dönə bilər. Bu halda ilk hədəf 65.500 dollar, daha sonra 57.000, son mərhələdə isə 49-52.000 bölgəsi ola bilər. Bu ssenari hələ də mümkün hesab edirəm. Alternativ ssenari isə bundan ibarətdir. Əgər Bitcoin 82.754 bölgəsinin üzərində həftəlik şamı güclü həcm dəstəyi ilə bağlaya bilərsə, o zaman artıq strukturun qırıldığını deyə bilərik. Belə olan halda bazarın yeni yüksəliş mərhələsinə keçməsi ehtimalı xeyli artacaq. Bu yüksəliş ssenarisində ilk böyük hədəflər 98.000, sonra isə təxminən 126.000, yəni keçmiş ATH bölgəsi ola bilər. Yeni ATH da ola bilər, amma dediyim kimi, yəni 82.754 bölgəsi tam həcm dəstəyi ilə qırıldıqdan sonra. Amma unutmayaq ki, bazar bir gündə dəyişmir. Tək bir yaşıl şama baxaraq artıq yüksəliş başladı deyə bilmərik. Bunu deyib də risk ala bilmərik və bu düzgün yanaşma deyil. Səbirli olmaq və təsdiq gözləmək hər zaman daha sağlam qərardır. Mənim üçün əsas izləniləcək səviyyə 82.754 bölgəsidir. Əgər qiymət bu səviyyə üzərində həftəlik bağlanış etməzsə, bunu sadəcə likvidasiya ovu kimi qiymətləndirəcəm. Belə olan halda aşağı time framelərdə satış təsdiqləri ilə bazarın yenidən endirim trendinə keçməsi ehtimalı yüksək olacaq. Buna görə də hazırki yüksəliş hələlik yeni bull run kimi yox, ehtiyatla izlənməli bir hərəkət kimi görürəm. Kanalımıza abunə olmağı unutmayın. Mən sizin üçün açıqlama bölgəsində Telegram kanal linkimizi də yerləşdirəcəm. Buyurub bizi izləyə, analizlərimizlə gündəlik tanış ola bilər və bazarda əməliyyatlarımızı da izləyə bilərsiniz. İzlədiyiniz üçün minnətdaram.